Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 25 may 2025 tarixində ikinci qruplar üçün keçirilmiş blok imtahanda düşən riyaziyyat suallarının izahlarını paylaşacağım. B variantıdır testimiz. Birinci sualda limit en yaxınlaşıcı sonsuzluğa limiti hesablayın deyir. Burada hər tərəfi kök hətta n-ə bölsək, burada qalacaq. Kök hətta deməli, burada 49 qalacaq. Burada da 10n bölünsün n kvadratı olacaq. Niyə n kvadratı olur? Çünki daxilində bir dənə də kök var. O kök hətta bu kökün daxilinə girəndə n kvadratı olur artıq. Burada da 16 qalır. N'lər ixtisar gedir. Və bu 0 verir bizə. 49-dan 7 çıxır. 16-dan da 4 çıxır. Doğru cavab C variantı. Növbəti sinüs x çıxılsındır burada. Çıxılsın kosinüs x bərabərdir 0 tənliyini həll edin deyir. Gəlin bunun hər tərəfini kvadrata yüksəldək. Olacaq sinüs kvadratı x çıxılsın 2 sinüs x kosinüs x üstə gəl kosinüs kvadratı x bərabərdir 0-a. Buradan sinüs kvadratı x plus kosinüs kvadratı x bizə 1 verir. 2 sinüs x kosinüs x də bizə verir sinüs 2x bərabərdir 0-a. 1-i keçirsək sağ tərəfə sinüs 2x bərabərdir 1 olar. Və buradan da 1'i harda alır? Sinüs pi böl 2 plus 2 pi k'da. Hər tərəfi də 2'yə bölsək, x bərabər olacaq pi böl 4 plus pi k. Doğru cavab B variantı. Növbəti sual. Həcmi 729 kub santimetr olan kubun tilləri 4, AB 4'dür. Burada 4'dür. Burada 7'dir. Burada 4'dür, burada 7'dir. DABCD piramidası kəsilmişdir. Kubun qalan hissəsinin həcmini tapın. Biz bu piramidanın həcmini tapmalıyıq. Piramidanın həcmi 3/1 S oturacaq vurulsun H ilə hesablanır. Bu oturacağı da bu kubdur da. Ona görə bu düzbucaqlıdır. Oturacağı onda bu piramidanın düzbucağı üçbucaq olur. Bax bu hissə düzbucağı üçbucaq olur. Sahəsi də katetləri asilinin yarısı olur. Yəni 7 vur 4 böl 2. 14. Deməli oturacağın sahəsi 14'dür. 3/1 vurulsun 14. Hündürlük nədir bəs? Bu piramidanın hündürlüyü elə budur da. Bu tilidir bax. Bu tilidir. Hündürlüyü elə bu tildir. Bu da kubun tilidir. Kubun həcmi 729'dursa tili olur 9. Kubun həcmi A kubu ilə hesablanır axı. A kubu 729'dursa A olur 9. Vurulsun 9'a. 9'dan 2 ixtisar edirəm 3. 14 3'ə vuranda 42. İndi bu piramidanın həcmi oldu 42. Ümumi kubun həcmindən 729'dan çıxırıq bu 42'ni və qalır cavab deməli 687 olur doğru cavab. Burada düşməyibdir 687 ya B'dədir ya da C'də. Yəni nəticə 687'dir. Baxaq növbəti suala. Növbəti sual. Ədədi silsilədə ilk 10 ədədin cəmi 220'dən böyük, 260'dan kiçikdir. Gəlin yazaq. S10 220'dən böyükdür, 260'dan kiçikdir. Bu silsilənin birinci ədədi 7'dir. A1 7'dir. Və bütün ədədlər natural ədədlərdir. Silsilə fərqini tapın deyir. Bu o deməkdir ki, bütün ədədlər natural ədəddirsə, silsilə fərqi də natural ədəddir. Yəni onu demək istəyir. Silsilə fərqi natural ədəddir. İndi gəlin baxaq. İlk 10 həddinin cəmi düsturu. Ümumiyyətlə, ilk n həddinin cəmi düsturu 2A1 plus n çıx 1D bölünsün 2 vurulsun n'dir. Gəlin yerinə qoyaq. A1 7'dir. 2 vurulsun 7 üstə gəl. Ondan bir çıxanda 9D bölünsün 2 vurulsun 10'a. 220 ilə 260 arasına girir. Bu da 5. Hər tərəfi 5'ə bölsək 220'ni 5'ə böləndə 220'ni 5'ə bölürəm. Düşür 44. 2'yi 7'ye böləndə burada 14 olur. Plus 9D. 260'ı da 5'ə böləndə 52. Hər tərəfdən 14 çıxaq. 30 burada qalır. 52'dən də 14 çıxanda 8. 38 də burada. 9'u da bölürəm. 30'u 9'a böləndə 3/9'da 3. Burada da 38'i 9'a böləndə 4/9'da 2. 3/9'da 2, 3 ilə 4/9'da 2 arasında yerləşən natural ədədimiz 4'dür. Yəni D natural ədəddir də. Misalın əvvəlində demişdik. Deməli cavabımız olur 4. Doğru cavab D variantı. Baxaq növbəti 5-ci suala.
Növbəti bərabərsizliyinin ən kiçik həllini tapın deyir. X kvadratı plus x plus 3 bunun daxilindəki kiçik bərabər olur 3-ün üstü 2-yə. 3-ün üstü 2 də 9-dur. Aha, x kvadratı plus x 9-u keçirdirəm sol tərəfə. 3-dən 9 çıxanda 6 kiçik bərabərdir 0 və buradan da diskriminant hesablasaq, 1 plus 24, 25 oldu. Mənfi 1 plus 5 bölünsün 2. Bu elədi 2. Mənfi 1 çıx 5 bölünsün 2. Bu da elədi mənfi 3. Mənfi 3, 2 aralığını qoyaq. 2-dən böyük qiymətlər, məsələn 3 qoysaq 9 plus 3, 12, 15 müsbət, mənfi müsbət. Bizə lazımdır mənfi aralığı. Mənfi 3, 2. Bərabərsizliyinin ən kiçik həllini tapın deyir. Mənfi 3 bura daxildir də. Mənfi 3 bura daxildir. Elə ən kiçik həlli mənfi 3 olur. Burada da yoxluyuruq. Mənfi 3 buranı mənfiyə çevirmir. Ona görə də elə doğru cavab mənfi 3 ən kiçik həlli olur. Baxaq növbəti səhifəyə. Perimetri 20 metr olan bərabər yanlı trapesiyanın perimetri 20-dir. Bərabər yanlıdır. A bura, A bura. Yan tərəfi onun orta xəttinə bərabərdir. Burada A-dır. Trapesiyanın yan tərəfini tapın. Perimetri 20-dir. Elə perimetri 20-dir. Yəni bütün tərəflərin cəmi 20-dir. Orta xətt, bura x desək, bura y desək, orta xətt A-dır da. X plus y bölü 2-yə bərabərdir. Oturacaqları cəminin yarısını. Buradan tapıram ki, x plus y cəmi 2A-ya bərabərdir. Onda perimetrimiz nədir? X plus y plus A plus A-dır da. Bütün tərəflərin cəmi. X plus y-in yerinə 2A qoyuram. Bu da 2A eləyir 4A. Perimetr nədir? 20-dir. Bərabərdir 20-yə. A da bərabər olur 20 bölü 4, 5-ə. Deməli, yan tərəf A-dır, o da 5-dir. Doğru cavab E variantı. Növbəti 7. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? Kürənin radiusunu 5 dəfə artırırıqda həcmini soruşur, necə dəyişir? V bərabərdir 3-də 4 pi r-in kubudur. Radiusunu 5 dəfə artırıramsa, həcmlə radius, deməli, radiusun kubu ilə düz mütənasibdir. Radiusu 5 dəfə artırıramsa, 5-in kubu, yəni həcmi 125 dəfə artacaq. Doğru cavab B variantı. 125 dəfə artar. Sonra 8-də məktəb olimpiyadasında 200 oğlan 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizdir? Bütün iştirakçılar 200 üstə gəlir 300, 500 nəfərdir. Oğlanlar da bunun 200-üdür. Neçə faizidir dediyinə görə 100-ə vururam. Sıfırlar getir 200-ü 5-ə böləndə 40% olur. Doğru cavab A variantı. Növbəti sual. Nöqtələri koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrikdirsə, hər ikisinin işarəsi əksinə dəyişməlidir. Əgər burada 2-dirsə, deməli A mənfi 2-dir. Bu 3-dürsə, bu da mənfi 3-dür. Koordinat başlanğıcına nəzərən hər ikisi əksinə dəyişməlidir. Deməli, A mənfi 2 olur, B də mənfi 3 olur. Doğru cavab A variantı. Növbəti sual. B parametrinin hansı qiymətində bərabərsizliklər sisteminin yeganə həlli var? Deməli, burada x bundan böyükdür. Burada da x buradan kiçikdir. Böyük bərabərdir. Bu da kiçik bərabərdir. Bərabər sisteminin yeganə həlli nə vaxt olar? Bunlar bir-birinə bərabər olanda da. Onda bərabərləşdirək. 2b kvadratı çıx 3b plus 7 bərabər olmalıdır. B kvadratı plus 5b çıx 9-dan. İndi bunu həll edək. 2b kvadratından b kvadrat çıxanda b kvadratı, mənfi 3b çıx 5b, mənfi 8b, 7-nin üstünə 9 gəlirəm, 16 bərabərdir 0-a. Diskriminant hesablasaq, 8-in yarısı 4, kvadratı 16 çıx 16, 0. Buradan da diskriminant x1 hesablasaq, 4 olur da. x1 x2-yə bərabərdir, o da 4-dür. Nə soruşur bizdən? Bərabərsinə b-nin hansı qiymətində? B-nin 4 qiymətində. Bunun yeganə həlli var. Doğru cavab A variantı. Növbəti sual. Baxaq növbəti səhifəyə. Çoxhədlisinin A və B-nin hansı qiymətlərində bu çoxhədlisinin qüvvəti 5-ə bərabər olar?
A və B-nin hansı qiymətində? 5-dir də, qüvvət 5-dir. Deməli onda 5-dən yuxarı olan qüvvətlər yoxa çıxmalıdır. Yəni bu 6-dır, bu 8-dir. Bunlar yoxa çıxmalıdır ki, ən böyük qüvvətli dəyişənimiz bu qalsın və 5 olsun çoxəlimizin qüvvəti. Yoxa çıxmaq üçün bu 3x üstü 8-dirsə, burada A-nın qiyməti 3 olmalıdır ki, 3x üstü 8 ilə 3x üstü 8 getsin, x üstü 8-lər yoxa çıxsın. Oldu A3. Burada da plus 2x üstü 6-dırsa, deməli burada B-nin qiyməti -2 olmalıdır ki, bundan bu getsin. B də olmalıdır -2. Deməli A3, B -2 doğru cavab C variantı. Növbəti sual. Baxaq hansıdır? 12. Kompleks ədədin hasilini tapın. Vururuq da bir-birinə. 3 plus 2-də 1 i-ni vururuq. 2 çıxılsın 3-də 1 i-yə. Vurub atsaq. 3-ü 2-yə vuranda 6. 3-ü -3-də 1-ə vuranda 3-lər xıça gedir, i qalır. 2-ni 2-də 1-ə vuranda plus i. 2-ni -6-da 1 i kvadratı. Bundan bu getdi. I kvadratı bizə -1 verir. -1-i də 6-ya vuranda plus 6-da 1. Cavab olur 6 tam 6-da 1. Yəni 6-da 37. Doğru cavab E variantı. Növbəti sual deyir ki, bowling liqasının oyunçularının nəticəsi və eyni nəticə göstərən oyunçuların sayı cədvəldə göstərilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Gəlin baxaq, nəticələrin medianı. Median nədir? Düzürük sırayla kiçikdən böyüyə doğru. Ən kiçik 125-dir. Neçədən 125 var? 2 dənə. 125, 125 qoyduq. Sonra gəlir 130, 130, 130-dan 4 nəfər nəticə göstərib. 130-u qoyuram. 135-dən 2 nəfər göstərib. 2 dənə 135 qoyuram. Sonra 140-dan 1 dənə nəfər göstərib. Bura 140 qoyuram. Sonra 145-dən də 3 nəfər göstərib. 145, 145, 145 və nəhayət 150-dən 2 dənə nəticə var. 150, 150 olaraq 2 dənə yazıram. Median odur ki, hər tərəfdən eyni sayda ayırıram. Cüt saydadır da, bunlar cüt saydadır. Ayırıram. 3, 6 dənə buradan ayırdım. 6 dənə də buradan ayırdım. Cüt sayda olduqlarını ki, eyni sayda. Ortada qalanların cəminin yarısı, yəni ədəd ortasını tapıram. Bu da eləyir 270, yarısı olacaq 135 də elə. Deməli, medianımız oldu 135. Moda nədir? Moda ən çox təkrarlanan deməkdir. Ən çox təkrarlanan bu 4 dənədir də. Yəni 130-dur. Fərqini istəyir. 135 çıx 130, cavab olacaq 5. Baxaq növbəti suala. Funksiyasının qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu nədir? Y-in aldığı deməkdir də, elə. İndi gəl baxaq ki, Y burada nə ala bilər? Sinus X-in qiymətlər çoxluğu nədir? -1, 1-dir də. Deməli, bu 9 üstü -1 ilə 9 üstü 1 arasında qiymətlər alacaq. 9 üstü -1, 9-da 1 deməkdir. 9 üstü 1 də 9 deməkdir. Ona görə də 9-da 1, 9 arasında qiymətlər alacaq. Doğru cavab A variantı. Növbəti sual 15-də tənliyini həll edin. Bax, bu kvadratdır, bu da moduldur və cəmdir. Cəm nə vaxt 0 olar? Modul, kvadrat da həmişə müsbət qiymət alır, moduldan da həmişə müsbət çıxır. İki müsbət ədədin cəmi nə vaxt 0 olar? Hər ikisi 0 olarsa 0 olar. Onda hər ikisini 0-a bərabər edirəm və həll edirəm. X kvadratı plus x çıx altında 0-a bərabər edirəm. Buradan diskriminantı tapıram. 25, -1 plus 5 bölü 2 eləyəcək 2. Digər kökü də -1 çıx 5 bölü 2 -3. Bir kökü -3, bir kökü 2. Aha, burada nə olur? X kvadratı plus 4x plus 3-ü 0-a bərabər edirəm. Diskriminant olur 4 çıx 3, 1, -2 plus 1, bu eləyəcək -1, bir kökü. Bir kökü də -2 çıx 1, -3. Elə, indi hər ikisini ödəyən kəsişmə nə oldu? -3-dür ki, həm bunu, həm də bunu 0 edir. Ona görə də doğru cavab olur -3. A variantı. Baxaq növbəti suala. Növbəti 16-da tənliklər sistemindən x, y hasilini tapmaq tələb olunur. Deməli, bu üstə gəldi də. X kvadratı çıx 6xy plus y kvadratı.
x çıx y-in qiymətini bilirik. Buradan ayırsaq x kvadratı çıx 6x y-in əvəzinə 2x y yazsaq plus y vardı və bunun 6x y olması üçün bir dənə də çıx 4x y yazıram. Onda olur 6x y də mənfi 2x y çıx 4x y 6x y eləyir. Bərabərdir mənfi 47-yə. Bu üçü bizə x çıx y-in kvadratını verir. Çıx 4x y bərabərdir mənfi 47-yə. X çıx y-in yerinə gətirib burada 1 qoyuram. 1 çıxılsın 4x y bərabərdir mənfi 47-yə. Mənfi 4x y bərabərdir mənfi 47-dən 1 çıxıram mənfi 48-ə. X y də bərabər mənfi 48 bölünsün mənfi 4 eləyir 12. X y bizdən soruşurdu. Elə cavab 12-dir. Doğru cavab B variantı. Baxaq 17-yə artma aralığı. Artma aralığı necə tapılır? Törəməni tapıb böyük bərabər 0 götürüb həll edirik. Bunun törəməsi 2x çıx 2-dir. Böyük bərabər 0 götürürəm. 2x böyük bərabərdir 2, x böyük bərabərdir 1. 1-dən böyük bərabər doğru cavab D variantı. Növbəti sual. Yox, bir dəqiqə mən bundan C. C də 1 müsbət sonsuzluğa oxşuyur. İkisini də qapalı mötərizə verib. Bu tam aydın bilinmir cavab hansı variantdırsa. Mən doğru cavab burada qeyd edim. 1 müsbət sonsuzluq hansıdırsa doğru cavab odur. 1 müsbət sonsuzluq. Baxaq növbəti suala. 18. Paralelogramın hündürlükləri 6 kökətlüyüz, bir də 8-dir. Gəlin tikək. Bu qısa tərəfdə də hündürlükdür. 6 kökətlüyüz bu olsun. 8 də budur. Hündürlükdür də bu şəkildə. İndi nə deyir? Onlar arasındakı iti bucaq 60 dərəcədir. Bax, indi gəlin baxaq. Rəngini dəyişək. Bunlar arasındakı iti bucaq, bax, bu 60 dərəcədir. Bu 60 dərəcədirsə, bu burada 4 bucaqlıdır da. Bu 4 bucaqlıdır da. Onda 4 bucaqlının daxili bucaqların cəmi 360 olur axı. Onda bu 120-dir. Bu 120-dirsə, paralelogramın bir tərəfə biçik bucaqların cəmi 180 olmalıdır. Bu 60-dır. Elə bu 60-dırsa bunun qarşısında duran bu da 60-dır. Paralelogramın qarşı bucaqları bir-birinə bərabər olur. İndi gəlin baxaq. Biz nəyə bilməliyik? Bir yan tərəfi tapsaq kifayətdir də. Bu tərəfi tapsaq kifayətdir. Bu 60-dırsa 60 dərəcəli belə deyək, bu da 30-dur. Və 60 dərəcəli bucaq qarşısında duran katet, kiçik katetin kökü 3 olur. Onda bu 6 olur. Bu 6-dırsa, bu da, bax, bu düz bucaq, üç bucaqdan danışıram. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısı olur. Bu da 12 olur. Deməli, bu tərəfdə 12-dir. Eləmi? Onda bu hündürlükdə, bu tərəfə çəkilmiş hündürlükdə 8-dir. Paralelogramın sahəsi AHA ilə hesablanır da. 12 vur 8 olacaq 96. Doğru cavab B variantı. Baxaq növbəti suala. ABC müxtəlif tərəfli üçbucağında müxtəlif tərəfli üçbucaqdır. B bucağı 90 dərəcədir. Bax, belə çəkək də. B bucağı 90 dərəcədən kiçikdir. İti bucaqlıdır, 90 dərəcədən kiçikdir. Onda A, B, C. Bura B olsun, bura A, bura C. AB 5 olsun, BC 12 olsun. İti bucaqlı üçbucaqda üçbucaq bərabərsizliyi necə idi? Bir tərəf digər iki tərəfin fərqindən böyük, kökətə kvadratları cəmindən kiçik olmalıdır. Onda x tərəfi bu ikisinin fərqi nədir? 7-dən böyük, kökətə kvadratları cəmindən də kiçik olmalıdır. İndi gəl yoxlayaq. 7-dən böyük olmalıdır. Kvadratlar cəmi nə eləyir? 144, 25, 169, ondan da 13 çıxır. İndi gəlin baxaq. Hansı qiymətləri ala bilər? 7-dən böyük 8, 9, 10, 11, 12-ni ala bilməz. Niyə 12-ni ala bilmir? Çünki müxtəlif tərəfli üçbucaq deyir. Axı bu tərəf 12-dir. Biz AC tərəfində də 12 deyə bilmərik. Müxtəlif tərəfli deməsəydi 12-ni də götürərdik. Deməli, neçə dənə qiymət olur? 4 dənə. Doğru cavab. Deməli, 20-ci sualda deyir ki, bu 7 rəqəmli ədədinin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar. Deməli, başlayır ədədimiz 6 rəqəmi ilə. Yəni, bu 6-nı istifadə eləyirik əvvəldə. Bu da başqa yerlərdə gələ bilməz. Bunu sildik, yəni bu əvvəldə gələcək. İndi, sonra yerdə qalır neçə dənə rəqəmimiz? 6 dənə yerdə rəqəmimiz qalır. 6 dənə rəqəmimiz, deməli, 6 faktorialdır yer dəyişməsi. Sadəcə məxrəcdə təkrarları da baxmalıyıq. Neçə dənə? 7 3 dəfə təkrarlanır. 3 faktorial. 5 də 2 dəfə təkrarlanır. 2 faktoriala bölürük ki, bunlar təkrarlanan ədədlərdir. Olur 6 vur 5 vur 4 vur 3 faktorial. Bölünsün 3 faktorial vurulsun 2
faktora. 2 faktora ilə 2 eləyir. Bunlar getdi. 2 ilə də 4 ixtisar gedir. 2, 6 vur 5, 30. 2 ilə vuranda 60. Doğru cavab olur A variantı. Baxaq növbəti səhifəyə. Deyir ki, müstəvidən 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilib. Deməli, bu bizim müstəvimiz. Müstəvidən 8 sm məsafədə olan nöqtə, bu 8 sm olan məsafədə olan nöqtə, müstəviyə uzunluğu 16 olan mail çəkilib. Bax, bu mail uzunluğu 16-dır. Bu da mailin proyeksiyası. Mail çəkilmişdir. Perpendikulyarın mail üzərindəki proyeksiyasını bizdən istəyir. Perpendikulyarımız budur da. Buradan çəkirəm və bunun mail üzərindəki proyeksiyası. Yəni, bunu tapmaq bizdən tələb olunur. Bax, bu 16-dır. Bu 8-dirsə, bu nə vaxt mümkündür? Böyük düzbucağı, üçbucağa baxıram. Bu 30 dərəcə olanda. 30 dərəcə bucaq qarşısında duran katet betonuzun yarısıdır. Bu 30 dərəcədirsə, onda bu iti bucaqda 60 dərəcədir. Bu 60 dərəcədirsə, bu da 30 dərəcədir. Və bu daxildəki düzbucağı, üçbucağa baxıram. Bax, bu düzbucağı, üçbucağa baxıram. 30 dərəcə bucaq qarşısında duran bu katet hipotenuzun yarısıdır. Yəni 8-in yarısı 4-dür. Bizdən də tələb olunur bu 4. Doğru cavab C variantı. Növbəti sual. K-nın hansı qiymətində bu vektorunun uzunluğu 17-yə bərabərdir? Gəlin baxaq. 3-ü vururuq bu A-ya. Vektorlarda da deməli 15, 3'ü vuranda 3K, burada da -6. Sonra üstə gəlirəm B-ni. B-nin də deməli qiymətləri 2, 15, 6. Toplamadır, toplayıram 17, 3K plus 15, 6'nın üstünə də -6 gələndə 0. Uzunluğu 17-yə bərabərdir. Vektorun uzunluğu kökətdə kvadratların cəmi verdikdə 17-nin kvadratı plus 3K plus 15-in kvadratı bərabərdir 17-yə. Hər tərəfi kvadrata yüksəldirəm kök getsin deyə. 289 üstə gəl 3K üstə gəl 15-in kvadratı bərabərdir. Burada da 17-in kvadratı 289 eləyir. Bundan bunu çıxanda 0. 3K plus 15 deməli 0-a bərabərdir. Buradan da K nə olur? -5. Doğru cavabımız K -5 E variantı. Növbəti sual. Bərabərliyindən A-nı tapın deyir. Deməli, integraldır. İbtidai funksiyasını tapanda bunun ln 1/x-dir da. 1/x-in ibtidai funksiyası deməli ln x-dir. İntegral 3-dən A-ya bərabərdir 3 ln 2 olur. Burada da ln A çıxılsın ln 3 bərabərdir. 3'ü qaldırıram bunun başına. Ln 2'nin kubu, yəni 8 olur. Burada da ln A bərabərdir. 3 ln A-nın işarəsini dəyişib keçirdirəm sağ tərəfə və loqaritmada deməli toplama olanda biz onları vura bilərik də. 8'i 3'ə vururuq 24. Ln A bərabərdir ln 24. Deməli A-nın qiyməti 24'dür. Doğru cavab 24. Baxaq, 24 olaraq qeyd edirik. Növbəti sual 24-də bu ifadəsinin qiymətini tapın. Deməli, baxaq. Kosinüs 25, kosinüs 65. Bunu yazsaq, bax bunu yazsaq kökətdə 6, kosinüs 25. Bunu da kosinüs 90 çıx 25 kimi yazsaq, o da bizə verir sinüs 25'i. Bölünsün kosinüs 40. Aha, üstə gəl 1. Eləmi? Bu davamını sonra yazarıq. Hələ ki bu hissəni həll edək. Bunun altını əgər 3 vur 2 kimi yazsaq, 3 kosinüs 25, sinüs 25 bizə verir sinüs 50'ni. Eləmi? Sinüs 50'ni. 3 sinüs 50 bölünsün. Kosinüs 40'ı da kosinüs 90 çıx 50 kimi yazsaq, bu da bizə verir sinüs 50'ni. Üstə gəl 1. Bunlar getdi. Bu kök, onda bu 1'ə də daxildir. Yoxsa yox, daxil deyil. Aha. Oldu nə? Kök ötürüz 3 plus 1. Bu hissəni həll elədik. Burada da bu hissə var da. Elə vurulsun 3. Kök ötürü 3 çıx 1. Kök ötürü 3 çıx 1. Bu hissəni bu hissəyə vursaq, A çıx B, A plus B-yə görə kök ötürü 3'ü kök ötürü 3'ə vuranda eləyəcək 3 çıx 1. Vurulsun 3'ə. 3'dən 1 çıxanda 2, 3'ə də vuranda 6. Doğru cavabımız olur 6. Növbəti 25'ə baxaq. M-in hansı ən kiçik qiymətində bu parabolasının təpə nöqtəsi 1-ci rübdə yerləşər? Gəlin baxaq.
göstərək. Bu 6-dır cavab. Aha. Təpə nöqtəsinin koordinatları. Bax, bu deyək ki, bizim koordinat sistemimiz olsun. Paraboladır da. Deyək ki, bax, buradır da. Təpə nöqtəsi birinci rübdə yerləşər. M-in hansı ən kiçik qiymətində. Təpə nöqtəsi budur da. Bu absisidir M. Bu da ordinatıdır M. N. Eləmi? Təpə nöqtəsi M o M deyil ha. Yəni mən dediyim bu M deyil. Təpə nöqtəsinin absisidir ki, M ilə işarə olunur. Bu mənfi B böl 2A ilə hesablanır. B-nin yerində nə durur? 2 M çıx 5. 2 vurulsun. Mənfi yazaq qarşıda. M çıx 5 bölünsün 2A. A-nın da yerində 1-dir. Demək, 2-lər ixtisar gedəndə 5 çıx M. Bu M-dən bu M eyni şey deyil də. Bunu laf X götürək, çaşdırmasın. 5 çıx M. 5 çıx M birinci rübdə yerləşir. Birinci rübdə deməli nə olur? Müsbət olur da. Elə bunu böyükdür 0 götürürəm. M deməli 5-dən kiçik qiymətlər olmalıdır ki, bu böyük olsun. Bir də təpə nöqtəsinin ordinatına baxaq. Təpə nöqtəsinin ordinatı deməli 4AC çıxılsın B kvadratı bölünsün 4A ilə hesablanır. Burada da qiymətləri yerinə qoysaq, 4, A-nın qiyməti yenə 1-dir, C-nin qiyməti M kvadrata çıxılsın, B-nin də yerinə yazıram, 2 vurulsun, M çıx 5-in kvadratı bölünsün 4A, 4-ə. İndi gəlin baxaq. Bu 2-ni kvadrata yüksəltsəm 4 edir. Bu 4-ü çölə çıxartsam, bu 4-lər ixtisar gedir. Qalır M kvadratı çıxılsın. M çıx 5-in kvadratını da açıram. M kvadratı plus yazacağım qarşıdakı çıxmaya görə. Üstə gəl 10M çıx 25. M kvadratları getdi. Qaldı 10M çıx 25. Yenə birinci rübdə yerləşirsə, bu da müsbət olmalıdır da. Təpə nöqtəsinin ordinatı da müsbət olur axı birinci rübdə. Böyükdür 0 götürürəm. M böyükdür 2,5-dən. M deməli 2,5-dən böyük, 5-dən kiçik qiymətlər almalıdır ki, bu birinci rübdə yerləşsin. Ən kiçik qiymətini istəyir də, ən kiçik tam qiyməti istəyir. 2,5-dən böyük, 5-dən kiçik, ən kiçik tam qiymət 3-dür. Deməli 3 olsa birinci rübdə yerləşər. Növbəti suala baxaq. 26-ya AB qövslərdir də, nisbətlərini veribdir. AYB bucağının dərəcə ölçüsünü istəyir. Bax, bu bucağın dərəcə ölçüsünü istəyir. AB qövsü uyğun yerdə durub 12x götürək. BC qövsünü 8x götürürəm. CD qövsü, CD bura 2x, bu da AD qövsündə 3x götürürəm. İndi tam dairə 360 dərəcədə toplasaq 12x, 8x, 2x, 5x, 25x bərabərdir 360 dərəcəyə. Buradan x-i tapıram ki, 360 böl 25 olur. Bunu da ixtisar etsək 5-də 72. 5-də 72. İndi AYB bucağını istəyir də. AYB bucağı, bax bu onun ucu nöqtələrində alınan qövs ilə bu daxildəki, yəni AB qövsü ilə CD qövsünün fərqinin yarısı ilə hesablanır. 12x-dən 2x çıxanda 10x-in yarısı, yəni 5x olur. X-in də qiyməti 5-də 72-dir. Deməli 5-lər ixtisar gedir, olur 72 dərəcə. Bax, növbəti suala. Növbəti sualda 27. Uyğun tərəfləri paralel olan alfa və beta üçün uyğunluğu müəyyən edin. Uyğun tərəfləri paralel olan alfa və beta eyni adlıdırsa bir-birinə bərabər, müxtəlif adlıdırsa cəmi 180 dərəcə olur. İndi baxaq. Təbii ki, burada görürük ki, nisbətlər fərqlidirsə, burada eyni adlıdan söhbət getmir, müxtəlif adlıdan gedir. Onda alfa plus beta cəmi bərabər olacaq 180 dərəcəyə. Gəlin baxaq. Birinci alfa beta nisbəti 2 bölü 3-dür. Onda alfa 2K, beta 3K olsa, cəmi 5K 180. K da olacaq 180-ı 5-ə böləndə 30, 36 dərəcə. Gəlin baxaq. Fərqindən danışırıq da. 3K-dan 2K çıxanda K eləyir. Fərq 36 olmalıdır. Variant var, bucaqların fərqi 36. Bəli, var. 1-ə B. Sonra cəmindən də danışırıq. Yox, ən böyüyü ən kiçiyi ilə danışırıq. 2-ni 36-ya vuranda 72, 3-ə vuranda 36-na 108.
ən kiçiyi 72, ən böyüyü isə yoxdur. Birincidən qurtardıq. Keçdik ikinciyə. 5K ilə 4K cəmi 180 eləməlidir. 9K 180-dırsa, K olur 20. K 20-dirsə, yerinə qoyanda alfa olacaq 100, beta olacaq 80. İndi gəlin baxaq. Fərqi 20-dir, fərqi yoxdur. Onda kiçiyi 180-dır. Bəli, bu var. 2-yə D, böyüyü də 100-dür. Var, yoxdur. Üçüncüyə baxaq. Alfa betanın 3 mislidir. Onda 3 beta üstəgəl beta, 4 beta 180-dırsa, beta olacaq 180 bölü 4, 45 dərəcə. Beta 45-dirsə, alfa da bunu 3-ə vuranda 135 dərəcədir. İndi gəlin baxaq. Kiçiyi 45 dərəcə, böyüyü 135 dərəcə. Böyüyünü veribdir, E bəndi. Fərqi var, bəs fərqi, ikisinin fərqi nə qədərdir? 90. Var, fərqi 90-dır. Bəli, var. Deməli, A. 3-ə də A ilə E uyğun gəlir. Bu şəkildə uyğunluqları müəyyən elədik. Baxaq növbəti suala. İkincinin fərqini verməmişdir bizə. Uzaqların fərqini. K idi, K-da 20-dir, onda verməyibdir. Yox. İndi gəlin baxaq növbəti suala. Deyir ki, buranı silək. Nə deyir? Deyir, sandığın qapaq hissəsi yarım silindirdir. Aşağı hissəsi isə eni 0,6 metr, uzunluğu 1 metr, hündürlüyü 0,8 metr olan düzbucaqlı paralellepiped formasındadır. Aha. Düzbucaqlı paralellepipeddir. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın kütləsi 24 kiloqram olar. Sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların birinin kütləsindən 20% çox olan 15 eyni kütləli əşya qoyulduqda isə onun kütləsi 30 kiloqram olur. Aha. Hər birinin kütləsi 10 əşya qoyulduqda, nə deyir indi? Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Tamam. İndi gəlin baxaq. 28-ci suala. Sandığın həcmini tapın. Gəlin birinci qapaq hissəsinin həcmini tapaq, sonra aşağı hissəsinin həcmini tapaq və toplayaq. Qapaq hissəsi yarım silindirdir, eləmi? Qapaq hissəsi yarım silindirdir. Silindirin həcmi, deməli, S oturacaq vurulsun, H ilə hesablanır. Yarım silindir olduğuna görə bu, yarı bölürük də, 2-yə bölürük. Belə, bunu hesablayaq. S oturacaq, vurulsun H. Silindirin oturacağı, deməli, dairədir də, pi kvadratı ilə hesablanır. Pi kvadratı vurulsun H, bölünsün 2. İndi görək nələri bilirik biz burada. Radiusunu bilirik. Radiusunu. Bu hissə ilə çəksək, bu hissə ilə çəksək, eyni şeydir də. Bura 0,6-dırsa, burada 0,6-dır. Radius da onun yarısıdır da, 0,3-dür. Yerinə qoyuram. Pi-nin də qiyməti 3-dür. 3 vurulsun, 0,3-ün kvadratı 0,9. Hündürlüyümüz nədir bəs? Silindirin hündürlüyü bu tərəflə eynidir də, bu da burayla eynidir. 1 metrdir. Vururam 1-ə, bölürəm 2-yə. Bu nə qədər eləyir? Deməli, 3'ü 0,9'a vuranda 0,27 bölü 2. Bu da olur 0,1 1000'də 135. Bunu bildik. Sonra indi aşağı hissənin həcmini hesablayaq. Aşağı hissənin düzbucaqlı paralellepipeddir. A vur, B vur, C ilə hesablanır. Biri 1'dir ölçüsünün. Biri 0,6'dır, biri də 0,8'dir. Bir-birinə vursaq eləyəcək 0,48. Belə. İndi toplamalıyıq da. 0,48'in üstünə 0,135'i gəlirəm. Nə qədər eləyir? 5, 11, 1 yadda 0,615 kub metr. Belə. Deməli, 28'in cavabını tapdıq. 0,615 kub metr. Bunu bildik. İndi keçək 29-cu məsələyə. Buranı silək, 29'a baxaq.
29-cu məsələdə görək nə verir. Deyir ki, boş sandığın kütləsini tapın. Gəlin baxaq indi. Bizə deyir ki, sandığa hər birinin kütləsi eyni olan 10 dənə əşya qoyulduqda sandığın kütləsi 24 kiloqram olur. Hər birinin kütləsi deyək ki, əşyanın kütləsi x olsun, 10 dənə əşya olanda 10x olur kütləsi. Üstə gəl, bir də boş sandığın kütləsi y-i gəlsək, oldu 24 kiloqram. Bu sandığın çəkisi. Sonra daha sonraki deyir ki, sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların hər birinin kütləsindən 20% çox olan. Əvvəl x idisə, indi x-dan 20% çox, x-in 120% deməkdir də. Yəni ixtisar etsək 5-də 6x. Artıq ikinci dəfə qoyulan əşyaların çəkisi 5-də 6x oldu. 15 dənə eyni kütləli əşya qoyuldular. Vururuq 15-ə. 15 ilə bu ixtisar gedir 3, 18x, 18x olur. Plus boş sandığın çəkisi bərabərdir 30-a. Bax, burada tənliklər sistemi aldıq. Artıq bu tənliklər sistemini həll edirik. Gəlin bunun hər tərəfini -1-ə vuraq və tərəf-tərəfə toplayaq. -1-ə vuranda, gəlin üstündə göstərim, bir də yazmayayım. Bu mənfi olur, bu çıx olur, bu da mənfi olur. 18x çıx 10x, 8x, y-lər getdi. 30-dan 24 çıxanda 6. X də bərabər olur 8-də 6-ya. 8-də 6-ya. Bu nə verir bizə? Bu nə verir bizə? 0 tam 6-nı 8-ə bölürəm də 60-ın içində 7 dəfə 56, 40-ın içində 5 dəfə 0 tam %75 kiloqram olur. İndi biz tapdıq x-in qiymətini. X nədir? Birinci dəfə sandığa qoyulan əşyanın çəkisidir. İndi gətirib hər hansı bir tənlikdə, ya birincidə, ya ikincidə yerini yazırıq və həll edirik. Deyək ki, bu ikincidə qoyuram yerinə. 18 vurulsun 8-də 6 üstə gəl y bərabərdir 30-a. İxtisarlara baxsaq 4-də 3, 4 ilə də bu gedir 2-də 9, y də bərabər olur 30-dan çıxıram 2-də nə qaldı bir dənə baxım mən. 2 ilə getdi 9 qaldı. Bununla bu getdi 3 qaldı. 2-də 27. 9-da 3-ə vuranda 2 ortaq məxrəc. 60-dan da 27 çıxıram. 3, 33. 33-ü də böləndə 2-yə 16 tam onda 5. Deməli boş sandığın çəkisi 16,5 kiloqramdır. Baxaq növbəti 30-cu məsələyə. 30-cu məsələdə isə deyir ki, 30-cu məsələdə sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Nə deyirdi parol üçün? Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi. Burada da deyir ki, qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. 4 rəqəmli paroldur, eləmi? 4 rəqəmli paroldur. Deməli, belə yazaq da, məxrəcə mümkün halların sayını yazmalıyam. Nə qədər mümkün hal var? Nə qədər mümkün hal var? Yəni 0, 1, 2, 10 dənə rəqəmimiz var da. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Deməli, bunlardan biri ola bilər. Deməli, məxrəcdə mümkün halların sayı. İndi məxrəcə yazmalıyıq biz mümkün halların sayını. Nə qədər mümkün hal var? Gəlin baxaq. 4 rəqəmli ədəddir də. 4 rəqəmli ədəddir. 4 rəqəmli ədəddən birinci yerdə mümkün hal odur ki, yəni hamısı nəsə ola bilər də. Birinci yerdə bu 10 rəqəmin 10 da ola bilər. İkinci yerdə də bu 10 rəqəmin 10 ola bilər. Üçüncü yerdə 10 rəqəmin 10 ola bilər. Dördüncü yerdə də bu 10 rəqəmin 10-da dayana bilər. Bu mümkün halların sayı. Sürətdə isə əlverişli halların sayını tapırıq. Əlverişli halların sayı isə yenə 4 rəqəmli ədəddir. Burada əlverişli halların sayında rəqəmlərin müxtəlif olması deməyini biz burada nəzərə almalıyıq ki, 10 dənə rəqəmdən birinci yerdə 10-undan hər hansı biri dayana bilər. İkinci yerdə artıq bir dənəsi çıxmalıdır da, yəni 9 dənə rəqəm qala bilər. Üçüncü yerdə artıq biri də çıxır, 8 rəqəm təkrarlanır. Dördüncü yerdə biri də çıxır, 7 rəqəm təkrarlanır. İndi gəlin baxaq, onlar ixtisar getdi. Sonra 100 ilə 1000 ilə deyək də, 1000 ilə 8-i ixtisar eləyirəm, 125. Məxrəcə qalır 125, 9-da 7 vuranda sürətdə də 63. Deməli, ehtimalımız olur 125-də 63. Belə. Bütün imtahana düşən sualların izahlarını paylaşdıq. Bu videomuzda bu qədər. Sağ olun.